sosial şəbəkələrdə nə qədər mədəsi. Bu son hadisədən sonra mən gördüm və biz belə bir kampaniya başlatdılar. Biz Səidə Bəkir qızını deputat kimi görmək istəyirik, deputat olmasına hə deyənlər filan belə bir şeylər başlatdılar. Mənim izləyicilər. Mən onda bildim ki, valla dünənə qədər deyirdim ki, mənim kimim var ki, məni kim deputat eləyəcək ki? Yəni açıq etiraf eləyim də. Çünki biz görürük axı ki, məsəl üçün vəzifəyə təyin olunanların arxasında tutaq ki, kimsə olmalıdır. Məsəl üçün çox nadir hallarda görərsən ki, hansısa deputat özü gerçəkdən öz gücü ilə gəldi, necəsə oldu. Yəni açığın etiraf eləyək də. Və mən ona görə düşünürdüm ki, mənim kimim yox, kimsəm yox. Düzdür, mənim Allah yəni dünyasını dəyişən valideynlərə rəhmət eləsin. Atam olub, düzdür, indi o artıq 15 ildir. Allah rəhmət eləsin. Dünyasını dəyişib, ölənləriniz rəhmətli. Hətta atam sağ olsaydı da belə, yenə də atamın o gücü yox idi ki, yəni məni qarşıya çəksin də harasa. Mən bugünə qədər nə etmişəmsə, hamısı öz gücüm olub. Heç kim deyə bilməz ki, Səidənin əlindən məsələn tutub, buradan biz bura gətirmişik də. Ona görə bəzən mənim haqqımda belə maraqlı şeylər danışır. Bu filan kəsi filan. Hərdən zarafatla deyirəm ki, o filan kəsi çıxardın ortalığa, nə olar mən də görüm. Axı mənim də onu görmək haqqım var. Necə olur ki, bu qədər siz şeylər deyirsiniz? Siz hamısını bilirsiniz, amma mənim xəbərim yoxdur. Amma sonra başa düşdüm ki, o gerçəkdən də sən bir söz sahibi ola bilirsənsə, sənin əqidən varsa, sən həm dövlətçisən, həm də ki, neqativləri ortaya qoya bilirsənsə, sənin deputat olmaq haqqında var. Düzdür, indi bilmirəm, yəni belə deyək də, gələcək perspektivdə bu olacaq, olmayacaq. Növbəti seçkilərdə gözləyək. Bəlkə də bəli, özümü sınamaq üçün belə bir namizədliyimi verərəm.